həyat heç vaxt tam dəqiq deyil. İnsanlar deyib ki, həyatı belə məntiqli yaşamaq lazımdır. Həyatı düz yaşamaq, kontrollu Biz yaşamaq hər şeyi lazımdır. ölçüb biçirik, fikirləşirik. Bu tamamilə yanlış yaşanmış. Xərcləyəndə həyat. belə hesablayırıq ki, bu qədər bura, bu qədər bura. Təbii ki, bu səhvdir. Xırdalıqlarını elə Yox. eləməməliyik. Yəni demirik, Özümüz öz həyatımızı başıboşla çətinləşdiririk. yaşamırıq. Hə. Sadəcə həyatda təslimiyyət nədir? Təslimiyyət axışda ola bilməkdir. Təbiətdəki hər şey axışdadır. Təbiətdə nəsə nəyisə kontrol eləyirmi? Yox. Fəsillər bir-birini dəyişir. Hər şey Ağaclar spontan yarpağını olur. tökür, Və bəli. təbiətdəki heç nə əslində özü üçün yaşamır. Yəni heç bir su özü üçün axmır, günəş özü üçün qalxmır, ay özü üçün doğmur, heç bir alma ağacı öz almasını yemir. Təbiətdə inanılmaz güclü bir ekosistem var və təbiətdəki hər şey sanki fədakarlıq eləyir bizlər üçün.